Vətən uğrunda canlarından keçən şəhidlərimizdən biri də Balamir Məmmədovdur. Balamir Məmmədov mənlə həmyaşıddır. Yəni 1974-cü ildə anadan olub. Təəssüflü oğlan idi. Özü də amma iş sevən oğlan idi. Sonra istəməzdi ki, qonşu-qonşuca dağlaşanda o bir-birini onu müzəmmət elərdi. Dünya 5 günlük bir şeydir. Aramızda yerə bu mübahisələr olmamalıdır. Çox ağıllı uşaq idi. 1992-ci ilin oktyabrın 1-də hərbi xidmətə çağırıldı. Mən də o vaxtı 8 yaşım var idi. Bəs o gedirdi, soruşdum, hani hara gedirsən? Dedi ki, mən vətənimizin müdafiəsindən mən gedirəm. Elə oktyabrın 1-i getdi. Demək, biraz aradan keçdi, 6 ay aradan keçdi. Martın 24-ü, 1993-cü il martın 24-ü Ağdarada qəhrəmancasına şəhid olmuşdur. Balamir Məmmədov mənim yaddaşımda səmimi, təvəzzökar, vətənpərvər bir gənc kimi qalıb. Baxmayaraq ki, bizim aramızda kifayət də böyük yaş fərqi var idi, amma Balamir Məmmədov uşaqlarla, xüsusən də bizim yaşlılarla çox belə bir qardaş kimi, çox səmimi, çox belə təvəzzökarcasına davranırdı. Xüsusi bir uşaq idi, yəni o deyirlər, şəhidlər həqiqətən fərqli, seçilmiş insanlar olurlar. O həqiqətən mən onu Balamirin simasında müşahidə eləmişəm. O bizim yaddaşımızda o həqiqətən o izi buraxıb. Yəni biz indi başa düşürəm ki, bax, şəhidlər əslində necə olurlar. İndi biz onu xatırladıqca, bax, o bizim mənim yaddaşımda canlanır ki, o necə bir insan idi. Vətənini, millətini sevən gənclərdən idi. Balamir Məmmədov sözün tam mənasında qəhrəman idi. Onun Ağdara orada gedən döyüşlərdə iştirakı, onun fədakarlığı, inanın, bütün əskər yoldaşları bu haqda çox geniş danışıb. 4-cü sinifdə o başladı namaz qılmağa. Çox inanlı uşaq idi. Çox inanlı uşaq. Xələm kitabları var idi, o oxumaq istəyirdi, o 11-ci sinifdə oxuyurdu. Onda belə hərbi xidmətə çağırıldı. Məktəb oxumaq istəyirdi o. O həmişə arzulayırdı. İlahi, haçan mənim vaxtım çatsar, mən gedim vətəni müdafiə edirəm. Hələ vətəni müdafiə, Allah da onu dediyi sözünü eşitdi. Vətəni müdafiə eləyəndən sonra cəsarətcə, qəhrəmancasına şəhid olur. O dövr üçün bəlkə də biraz qarmaqarışdırırdı, biz onu anlamırdıq. Biz sonra Balamir şəhid olundan sonra, zaman-zaman belə deyək də, o insan kamilləşəndən sonra o hadisənin mahiyyətini başa düşürsən, anlayırsan. Bu insanda necə də böyük vətənpərvərlik, belə deyək də, o xislətin olmasını müşahidə edirsən. Belə çox maraqlıdır. Həqiqətən bu şəhidlik adi bir ölüm deyil. Şəhidlik torpaq uğrunda, vətən uğrunda, yüksək amallar uğrunda canından keçmək, canını şuurlu şəkildə qurban vermək deməkdir. Həqiqətən şəhidlik öz ömür payını gələcək nəsillərə bağışlamaq deməkdir. Elə Balamir Məmmədov da məhz belə şəhidlərdəndir ki, öz ömür payını gələcək nəsillərin xoşbəxtliyi üçün, dövlətimizin müstəqilliyi üçün, torpaqlarımızın işğaldan azad olunması üçün qurban verdi. Elə bir şəhidlər xüsusi bir missiyanı yerinə yetirirlər. Elə bir şəhidliyə qədər, şəhadata qovuşmağa qədər və ondan sonraki missiya. Balamir Məmmədovun missiyası onun şəhadata qovuşması da bitmədi. Zaman-zaman davam elədi. Bax, biz onun bariz şahidiyik ki, biz zaman-zaman Balamir Məmmədov haqqında tədbirlərində, onun şücaətindən danışanda bizim şagirdlərin gözünün önündə sanki bir qəhrəman kimi canlanırdı. Və biz 2-ci Qarabağ müharibəsində, 44 günlük Zəfər müharibəsində bunun bariz şahidi olduq ki, o həmən o tədbirlər, həmən o qəhrəmanlıq mücadiləsi, uşaqların yaddaşına necə qalıbsa, onlar o Zəfər müharibəsində, 44 günlük Zəfər müharibəsində bunu nümayiş etdirdilər. Bu həqiqətən də böyük bir örnəkdir. Allahın yanında da bunun hörməti var, xalqın yanında da bunun hörməti var, ata-ananın qabağında da hörməti. Düzdür, baba dağı çətindir,
Ancaq o bizlə müqayisə eləyəndə o Allah yolunda şəhid oldu. Əlbəttə ki, bu mənim üçün fəxrdir, bizim qürur yerimizdir. Biz onunla fəxr edirik. Həqiqətən biz Balamir Məmmədovun qardaşıyıq şəxsən. İkinci Qarabağ müharibəsi dövründə də igidlərimiz böyük şücaətlər göstərmişdir. Elə həmin şücaətlərin nəticəsi və davamı olaraq biz 44 günlük Vətən müharibəsində ordumuz böyük bir fədakarlıq, böyük bir əzmkarlıq göstərərək torpaqlarımızı qısa bir müddətdə mənfur erməni işğalından azad etdi. Balamir Məmmədov bizim Küçəkəranın ilk şəhididir. Bu baxımdan bizim yaddaşımızda, həm də belə deyək ki, son şəhididir. Bizim yaddaşımızda xüsusi bir iz buraxıb. Bütün tədbirlərdə Balamir Məmmədovun xüsusi olaraq yad edirik, ehtiramla yad edirik. Bizim borcumuzda sona qədər da ona bir minnətdarlıq borcumuz olacaq. Deyərdim, Balamirin şəhid olmağı mən üçün ən yüksək dərəcəlidir. 44 günlük Vətən müharibəsindən sonra mənim üçün bir çox mətləblər aydın oldu. Biz zaman eşitmişik ki, bizim xalqla bağlı insanlar çox pessimist düşünürlər. Fikirləşirlər ki, bizdə birlik yoxdur, bizdə o bir amal uğrunda, bir məslək uğrunda birləşmə anlayışı biraz zəifdir filan. Bir çox şeylərdə məsələn də ki, yəhudiləri və digər xalqları misal çəkirlər bizə. Bu 44 günlük zəfər müharibəsi bizə onu açıq-aydın nümayiş etdirdi ki, yeri gələndə bizim xalqımız bir amal, bir məslək uğrunda tam vahid bir vəhdət kimi birləşməyi bacarır. Və müharibədən sonraki dönəmdə də bizim xalqımızda o euforiya olmadı. Biz ondan sonra şəhidlərə, qazilərə sonsuz bir eyrəyə ehtiramın şahidi olduq. Demək olar ki, bizim rayonumuza da aid, bütün ölkə miqyasında, bütün kəndlərə, qəsəbələrə, şəhər mərkəzlərinə gedəndə biz şəhid abidələrinin şahidi oluruq. Həqiqətən biz bu qələbə sevincinə görə, uzun müddət Şuşa həsrətinin son qoyulmasına görə biz şəhidlərə, qazilərə borcluyuq. Biz daim şəhidləri xatırlamalıyıq. Şəhidlər heç vaxt yaddan çıxarılmamalıdır.